Kırdalan şəhərində ən gözəl ərazisində, hündür bir ərazidən sizləri salamlayıram. Hardan? 7 nömrəli məktəbdən bir azca yuxarıda 2 mərtəbə super təmirli, həyəti geniş, avtomobil rahat daxil olan boyda sizə həyət evi təqdim edirəm. Qiymətin başdan açıqlayıram, həyətin də sonunu təqdim edəcəm sizə. Qiyməti çox gözəl qiymətdir həqiqətən. 82.500 manatdır. Real alıcı ilə danışıq yeri var. Təqdimat elədim sizlərə ən gözəl böyük olan qonaq otağımızdan. Belə bir səliqəli, normal qaydada qonaq otağımız var. Qazı su işığı daimidir, mərkəzi kanalizasiya sistemi. Dəyərli izləyicilər, satışda sizin də əmlaklarınız varsa, bizə müraciət edə bilərsiniz. Güvən əmlak olaraq sizə tez bir zamanda alışında, satışında köməklik göstərə bilərik. Baxıb videonu bəyəndiyiniz üçün təşəkkür edirəm hər birinizə. Deməli, evimizin əsas giriş qapı hissəsidir. Olmasa qapıdan təqdim elə. Əsas qapıdan daxil olarkən evimizin içərisinə sol istiqamətində belə bir gözəl pilləkən qarşılayır. İkinci mərtəbədə yerləşir 3 yataq otağı, açıq eyvan və ümumi sanuzelimiz. Birinci mərtəbə qonaq otağıdır, mətbəx talanı və ümumi sanuzelimiz. Belə bir gözəl mətbəximiz var, normal qaydada, normal genişlikdə. Mətbəx mebelimiz də öz yerindədir, gözəl belə bir mətbəx mebelidir, səliqəli. Görürsünüz, belə bir qəşəng səliqəli həyət evidir. Burada yerləşir ümumi sanitar qovşağımız. Çıxaq indi isə ikinci mərtəbəndə təqdim edeyim sizlərə dəyərli dostlar. Sonra isə evimizin çöl görkəmin və həyət qismini sizə təqdim edəcəm. İkinci mərtəbəyə çıxarkən pilləkənin yuxarı hissəsində belə bir gözəl əmlak sahibi dekor düzəldib, çox səliqəli, çox gözəl. İkinci mərtəbədə koridor sistemidir. Görürsünüz, belə bir koridor sistemimiz var. Sağda böyük yataq otağımız yerləşir. Solda yenə yataq otağı var. Böyük yataq otağımız bir daha burada. Buradan eyvana çıxışdır. Burada da uşaq otağımız yerləşir. Qiymətini sizlərə bir daha açıqlayıram. 82.000 manat, 82.500 manatdır. Düşə indi isə həyəti göstərək. Ümumi sanuzeldir bura. Buranı istifadə eləmədiyi üçün artıq veşlər yığıb əmlak sahibi. Çıxaq düşək həyətimizə. Görürsünüz, evimizin belə bir normal həyəti var. Stol qoyub əyləşməyə, yerləncə üçün. Əlavə də bir dənə avtomobil rahatlıqla daxil olur. Gözəl 2 mərtəbəli həyətimizin çöl görkəmi. Diqqətinizə görə sağ olun.